Avropanın ən böyük, ən sehirli futbol gecəsinə, Çempionlar Liqası möhtəşəm finalına hamınız xoş gəldiniz. Bu gecə sürətin, taktikanın və ulduzların müharibəsidir. Bir tərəfdə Parisin fantastik hücum xətti, digər tərəfdə isə Mikel Arteta'nın mükəmməl London mexanizmi. Bu sadəcə 90 dəqiqəlik oyun deyil, bu ölümsüzlük mübarizəsidir. Və bu möhtəşəm tarixi oyunu CBC Sport'un canlı efirində sizə mən Elvin Nəzirov şərh edəcəm. Paris Saint-Germain keçən sezon bir dəfə Çempionlar Liqasını götürdü və tarixində ilk dəfə Çempionlar Liqasını qazanmışdı Paris Saint-Germain və Arsenal da 2006-cı ildə Çempionlar Liqası finalı oynamışdı və Barcelona'ya 2-1 hesabla məğlub olmuşdu. Bu isə Arsenal'ın ikinci Çempionlar Liqası finalıdır və əgər qalib gəlsələr tarixində ilk dəfə Çempionlar Liqası çempion ola bilər Arsenal. Paris Saint-Germain isə təbii ki də ardıcıl ikinci dəfə, həm də tarixində ikinci dəfə UEFA Çempionlar Liqası çempion olmaq istəyəcək və çox maraqlı oyun bizi gözləyir. Başlayaq fransızların Paris Saint-Germain komandasının heyətindən. Matev Safanov, Əşrəf Hakimi, Marquinhos, William Pacho, Vitinha, Osman Dembele, Nuno Mendes, Zaire Emery, Desire Doué, Khvicha Kvaratskhelia və João Neves ilk 11'ini təşkil edir Paris Saint-Germain komandasının və komandanın baş məşqçisi Luis Enrique. Arsenal komandasının heyəti David Raya, William Saliba, Benjamin White, Gabriel Bakoyot Saka, Martin Odegaard, Gabriel Martinelli, Victor Gyökeres, Mikel Merino, Ricardo Calafiori və Declan Rice təşkil edilir və komandanın baş məşqçisi Mikel Arteta. Və Hakimin fiti ilə bu tarixi oyun başlayır. Hər iki komanda çempionluq uğrunda mübarizə aparacaq. Hər ikisinə çempionluq lazımdır. Paris Saint-Germain tarixində ikinci dəfə, Arsenal'a isə tarixində birinci dəfə UEFA Çempionlar Liqası kuboku lazımdır. Təbii ki 2006-cı ildə Barcelona'ya 2-1 hesabı ilə finalda məğlub olmuşlar. Bu arada Paris Saint-Germain hücumu Vitinha, sağ cinahdan irəliləyir Vitinha. İçəri baxacaqmı? Xeyr, komanda başlamadı. Əşrəf Hakimi, Desire Doué. Doué ötürməsi, João Neves. Neves zərbəsini endirir David Raya. Möhtəşəm başladı oyunun ilk dəqiqələri. Növbəti Paris əmrəsizliyi João Neves. Ötürməsi Dembele istiqamətinə. Dembele nə edəcək? Speed boostlu möhtəşəm atır, zərbəsini endirir və gol! İlk gol gəlir oyunun 6-cı dəqiqəsində. Fransızlar hesabı açır Osman Dembele ilə. Artıq kuboka biraz daha yaxındır Paris Saint-Germain. Təbii ki də mükəmməl oynadı burada Osman Dembele və belə bir hücum xətti qarşısında dayanmaq elə də asan deyil. Arsenal komandası oyun boyunca nə qədər çətinlik çəkəcəyini artıq buradan anlamalıdır. Görək qarşı cavab necə olacaq. Gyökeres topu qəbul edir. Martinelli offside-dan çıxır. Mükəmməl ötürmə Martinelli istiqamətinə. Martinelli nə edəcək? Önü bomboş, zərbəsini endirir Safanov. Mükəmməl oynadı Safanov. Arsenal ilk başdakı kimi oynasa Çempionlar Liqasında daha sonra şansı var. Bakoyot Saka əlini qolunu sallayıb oradan keçir. Martinelli hesabı 1-1 eləyir. Paris Saint-Germain'in müdafiəsindəki boşluğa baxın. Bukayo Saka sanki belə də olmalıydı. Fikir verin oradakı boşluğa. Mükəmməl gördü Martinelli'ni və Martinelli öz növbəsində hesabı bərabərləşdirir, amma təbii ki də bu qolun qarşısını ala bilərdi Paris Saint-Germain komandası. Belə səhvlər Çempionlar Liqası finalında bağışlanmır. Saka yenidən topladı, artıq onu daha yaxşı tutmalıdır Declan Rice. Yenidən Saka istiqamətini Odegaard boşluqdadır və zərbəsi 2-1. Paris Saint-Germain 1, Arsenal 2. 25-ci dəqiqəsində Mikel Arteta'nın komandası. Bax, belə geri dönüş eləyir. Çox boşluq var. Paris Saint-Germain komandası müdafiəsində və bu boşluğu bağlamasalar bu kuboku yaddan çıxartmalıdırlar. Martin Odegaard çox boşdaydı və bu boşluqlardan mükəmməl istifadə edən bir futbolçudur Martin Odegaard. Onu boş buraxmaq olmaz. PSG özünə gəlməlidir təcili şəkildə. Dembele nə edəcək? Dembele mükəmməl ötmə Vitinha istiqamətinə. Vitinha zərbəsini endirir David Raya. İmkan vermir qola.
Ousmane Dembele boşluğa baxın Arsenal müdafiəsində. Bu boşluq vermək olmaz. Dembele axı nə zərbə idi Dembele. Bu nə zərbə idi. Due. Xviça qayda pozudona qarşı hakim davam deyir. Due möhtəşəm keçdi rəqibinin zərbəsinə baxın. David Raya. Mükəmməl seyv ardından Odegaard. Sarı vərəqə ilə cəzalandırılır o Xvicaya. Elədiyi qayda pozuntusuna görə. Bax bu epizoda görə sarı vərəq alır. Vitinha. Gözəl ötürməsi. Saliba'nın səhvinə baxın. Saliba'nın səhvinə baxın finalda. Top ayağındaydı. Saxlayamadı top ayağında və Xviça. Bir anda önünə keçir və hesabı bərabərləşdirir Paris Saint-Germain komandası. Bu nə səhv axı, finalda belə bir səhv bağışlanmazdı. Hər iki komandadan da bugün çox böyük səhvlər var. 4 gol var artıq finalın ilk hissəsində. Bax belə yollandırıq ikinci hissəyə Xvica'nın qolu ilə. Dembele Vitinha istiqamətinə. Vitinha yenidən qaytarır Dembele'yə. Mükəmməl sürət yığır Dembele. Zərbəçi David Raya. Darmadağından xilas elədi bəlkə də bugün Arsenalı. Zaire Emery. Dembele keçə biləcək rəqibini. Oy. Gabriel'dən sərt oyuncu gəlir Ousmane Dembele'yə qarşı. Belə səhvlər lazım deyil komandaya. Onsuz da komanda özündə deyil. Gərgin vəziyyətdir və Gabriel da sarı vərəqə alır. Artıq çox təhlükəli bir andır. Yəni bir elədiyi səhv onun qırmızı vərəqə ilə oyundan çıxmasına səbəb ola bilər. Təhlükəli nöqtə və Vitinha topun gerisindədir. Vuracağı bir gol Paris Saint-Germain rahatlada bilər. Vitinha. Hakim müfti gəlir. Vitinha zərbəsini endirir və gol! Oyunun 59-cu dəqiqəsində Paris Saint-Germain hesabı 3-2 eləyir. Vitinha'dan mükəmməl gol finalda. Cərmə zərbəsindən fərqlənir Vitinha. Mükəmməl goluydu. Arsenal çökmüşdü onsuz da. Saliba'nın o səhvindən sonra. Qapıya bir düzəməli zərbələri də yoxdur Arsenalın. Bu gol onlar sanki biraz çöktürdü. Xviça hər kəs üstünə yığır. Dembele boşladı ötürmə Dembele'yə. Dembele'dən də Zaire Emery. Çox asan bir gol oldu Zaire Emery üçün. 4-cü gol vurur Paris Saint-Germain. Və məncə artıq oyunun sonudur. Təbii ki, qabaqcadan danışma olmaz, amma Arsenalın performansından görsənir ki, bu oyunu çöndərməkləri qeyri-mümkünə çevrilib artıq. Zaire Emery'nin belə bir boşluqda qalması, yəni finalda belə bir diqqətsizlik bağışlanmır. Due sol tərəfi görə biləcəkmi? Due'də mükəmməl ötürmə, amma Gabriel deyəsən bu. Gabriel'dir. Bu artıq qırmızı vərəqədir. Lazımsız idi. Komanda onsuz da 4-2 geridədir. Sənin sarı vərəqən var. Komanda çətin vəziyyətdədir və daha da çətinləşdirirsən işini. Bunu Arsenal azarkeşləri unutmayacaq. Gabriel ehtiyatlı oynamaqdan oynadığı oyuna bax. Due'nin birbaşa ayağına müdaxilə elədi və komandasını çox çətin vəziyyətdə qoydu Gabriel. Ousmane Dembele solda boşda Xviça ötürməsi Kvaratskhelia. Jorginho'nun mükəmməl keçir zərbə Raya və Neves değişik edir hesabı darmadağın finalda. Arsenal o Saliba'nın səhvindən sonra bildiyin çöktü və ondan sonra da ayıla bilmədi. Yəni qapıya zərbəsi yoxdur. Qapıya düz gedən zərbəsi yoxdur Arsenal komandasının və belə bir final gözləmirdi. Yəni daha çəkişməli bir final gözləyirdi, amma 5 hesabı ilə bitir bu final. Və bundan sonra mümkün deyil Arsenal çöndərənməz və Paris Saint-Germain komandası tarixində və ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqası çempionu oldu deyə bilərik və hakimin fiti Paris Saint-Germain komandası
UEFA Çempionlar Liqasının 2026-cı il çempionudur və 2 sezon dalbadal çempion ola bildilər və 3-cü sezonda gələn ildə çempion olsalar artıq Real Madrid komandasının rekordunu qıra bilərlər. Və sizi Paris Saint-Germain komandasının çempionluğunu qeyd etməsi ilə baş-başa buraxıram. Bugün sizinlə mən Elvin Nəzirov idim. Daha sonra belə Çempionlar Liqası oyunlarında və bunun timsalında gözəl oyunlarda görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.